Beləliklə başlayırıq. Uğurlar sizə, dostlar. Birinci sual səslənir. İkinci hecasına vurğu düşən qaçırdı sözü feilin hansı zamanındadır? Fəxrəddin? İndiki. Bəli, indiki zamanda düzdür. Sual səslənir. Bir mol hidrogen ilə reaksiyada kükürt atomu neçə elektron alır? Fəxrəddin? 2. 2, bəli. 2, amma sizə 5. Növbəti sual səslənir və indi Turalla Hüseyn də qatılacaqlar oyuna. Daxili çarpaz bucaqlardan biri 135 Tural. 135. 135 dediniz. Gəlin sualı dinləyək. Daxili çarpaz bucaqlardan biri 135 dərəcədirsə, o biri bucaq nə qədərdir? 135, bəli. Növbəti sual səslənir. Plasenta heyvanların, Fəxrəddin? Məməlilər. Aydındır cavabınız, sualı dinləyək. Plasenta heyvanların hansı sinfinə aid olan orqandır? Bəli, məməlilər. Sual səslənir. Azərbaycan Respublikasının pul vahidi, Fəxrəddin? Manat. Nə danışırsınız? Doğrudan? Gəlin dinləyək. Azərbaycan Respublikasının pul vahidi manat neçənci ildə dövrəyə buraxılıb? Yəni siz düşünürdünüz ki, 3-cü raundda bu dərəcədə yüngül sual ola bilər ki, Azərbaycanın pul vahidi hansıdır? Və siz də deyirsiniz manat. Düzgün cavab olmalıydı 1992. Beləliklə Fəxrəddin növbəti sualda sakit dayanacaq. Turalla Hüseyn üçün sual səslənir. Xefren ehramı Misirdə, yoxsa Nikaragua? Hüseyn? Misirdə. Misir dediniz. Xefren ehramı Misirdə, yoxsa Nikaraguada yerləşir? Bəli, Misirdə. Təbrik edirəm. Nəhayət Hüseynin də bir xalı var. Fəxrəddin qayıtdı oyuna. Hamı oyundadır. Oynayırıq. Sual səslənir. Məşhurluq sözü hansı nitq? Tural? Sifət. Sifət dediniz. Məşhurluq sözü hansı nitq hissəsidir? Xeyr, isimdir, bəli. Bu dəfə növbəti suala Tural cavab verə bilməyəcək. Sual səslənir Fəxrəddin və Hüseyn üçün. Kalsium hidroksid neçə turşulu əsasdır? Fəxrəddin? 2. Bəli, bu düzgün cavabdır. 2. Tural qayıtdı oyuna, hamı oyundadır. Sual səslənir. Düz bucaqlı paralelepipedin bir təpəsindən neçə til çıxır? Fəxrəddin? Cavab? 3. Düzdür. Bu düzgün cavabdır. Son saniyədə çatdırdınız. Mənə elə gəlir, Fəxrəddin sanki öz aktivliyi ilə sizə Tural və Hüseyn bir qədər təsir edir o mənada ki, yavaş-yavaş sönürsünüz. Yox? Aktivləşin, xahiş edirəm, aktiv olun, düzdür. Vəziyyət belədir ki, növbəti suala yenə Fəxrəddin cavab versə və bu sual doğru, daha doğrusu cavab doğru olsa, əlaçını bitiririk. Amma sizin də şansınız var, gəlib ona çatmağa. Sual səslənir. İnsanın alt çənə sümüyü üzərində neçə diş yerləşir? Tural? 16. Bəli, 16. Bu düzgün cavabdır. Növbəti sual səslənir. 1963-cü ildə Dallas şəhərində hansı Amerika Birləşmiş Ştatları... John Kennedy. John Kennedy. John Kennedy dediniz. Sualı dinləyək. 1963-cü ildə Dallas şəhərində hansı Amerika Birləşmiş Ştatları prezidenti sui-qəsd nəticəsində öldürüldü? Bəli, John Kennedy.
Amerikanın və ümumiyyətlə dünya tarixində baş verən ən belə yadda qalan hadisələrdən biridir. Hələ də müzakirə olunur, hələ də maraq var buna. Davam edirik, sual səslənir. Gündüz yatar yuvada, gecə gəzər obada. Tural? Bayquş. Bayquş deniz. Oxşuyur, amma gəlin sualı dinləyək. Gündüz yatar yuvada, gecə gəzər obada tapmacasının cavabı yarasadır, yoxsa toyuq? Heç bayquş orada yoxdur, yarasa olmalıydı. Sizin cavabınız səhvdir. Tural, növbəti suala cavab vermək şansını itirirsiniz. Fəxrəddin və Hüseyn üçün sual səslənir. Zəhmətkeş sözü hansı nitq hissəsidir? Hüseyn? Sifət. Bəli, bu sifətdir. Tamamilə doğrudur. Məncə Hüseynlə bərabər Tural da çox sevindi ki, cavabı məhz Hüseyn verdi. Niyə? Çünki yavaş-yavaş gəlib çatırlar sanki sizə, Fəxrəddin. Oynayırıq. Kükürd atomu 2 dəfə həyəcanlandıqda neçə tək... Hüseyn? 3. 3 dediniz. Kükürd atomu 2 dəfə həyəcanlıqda neçə tək elektronu olur? Sizcə düz dedi Hüseyn, yoxsa yox? Səhv dedi. Çünki düzgün cavab 6 olmalıydı, hə Hüseyn? Hüseyn növbəti suala cavab verə bilməyəcək. Sual səslənir Tural və Fəxrəddin üçün. 19 ədədinin Roma rəqəmləri ilə yazılışında neçə x? Fəxrəddin? 1. 1x, eləmi? 19-da 1x. 19 ədədinin Roma rəqəmləri ilə yazılışında neçə x simvolu iştirak edir? Bəli, deməli x, sonra sanki 1 xət və sonra yenidən x, deməli 2x. Amma 1 olsaydı o xət, onda 1 olardı. Biz axı x-i soruşduq. Beləliklə Fəxrəddin növbəti suala cavab vermə hüququnu itirirsiniz. Bu sadəcə həyəcandır. Mən bilirəm, həyəcan mane olur. Amma həyəcan olmalıdır, çünki əlaçının finalındayıq biz. Və çox güclü oyuncularımız var. Növbəti sual səslənəcək Hüseyn və Tural üçün. Maraqlı oyun gedir, çox maraqlı. Ping-pong oynayırıq burada. Nağılda Küllücənin ayaqqabısı billurdan idi, yoxsa mərmərdən? Hüseyn? Billur. Bəli, billurdan idi. Nə yaxşı ki, siz bu nağılı bilirsiniz. 100% evdə kimsə, ya qızlardan, ya ananız, ya kimsə oxuyub da evdə, ya filminə baxmısınız, görmüsünüz. Nə yaxşı, görürsünüz, köməyinizə çatdı. Ham oyundadır. Sual səslənir. Görək, Fəxrəddin qalib gələcək, yoxsa Turalla Hüseyn gəlib ona çatacaqlar. Adlarla ifadə olunan Tural... İsmi söz birləşmələri. İsmi söz birləşmələri. Sualı dinləyək. Adlarla ifadə olunan xəbər hansıdır? Sizin cavabınız səhvdir. İsmi xəbər. Belə deməliydiniz bunu. Və beləliklə, növbəti suala cavab verə bilməyəcəksiniz. Tural, sual səslənir Fəxrəddin və Hüseyn üçün. Qazların həll olması... Hüseyn? Cavab? Vaxt bitdi. Qazların həll olması temperatur artdıqca necə dəyişir? Sual belə idi, cavab olmalıydı, azalır. Tural, Fəxrəddin oyundadır. Hüseyn növbəti suala cavab verə bilməyəcək. Sual səslənir Tural və Fəxrəddin üçün. Tərəfi 14 olan Fəxrəddin? 64. 64. Tələsdiniz, sadəcə həyəcanla düyməni bastınız. Tərəfi 14 olan kvadratın sahəsi nəyə bərabərdir? 196 olmalıydı. Bu dəfə deməli Hüseyn qayıdır oyuna, Fəxrəddin növbəti suala cavab verə bilməyəcək. Tural və Hüseyn oyundadır və onlar üçün sual səslənir. Maraqlı oyundu, alqışlayın, zəhmət olmasa. Davam edirik, sual səslənir. Bitkilərin gövdəsi adətən nəyə doğru boy atır? Tural? Günəşə doğru. Bəli, bu düzgün cavabdır. Günəşə və ya işığa doğru. Fəxrəddin qayıtdı oyuna. Fəxrəddin gəlib çatır, Tural. Cəmi bir addım ayırır Turalı. Fəxrəddindən Hüseyni isə 2 addım. Sual səslənir hamı üçün.
Baffin adası. Hüseyin, Kimabuzlukan. cavabınızı qəbul elədik. Sualı dinləyirik. Baffin adası neçə işıqlanma qurşağında yerləşir? Tam başqa bir sual. Tam. Cavab olmalıydı 2. Beləliklə, Hüseyin növbəti suala cavab verə bilməyəcək. Və belədir də, biz necə, bəzən adam istəyir ki, tez düyməni bassın ki, vaxtı qazansın, uçsun və cavab versin. Amma riskə də gedirik, çünki tam başqa bir sual səslənə bilər. Necə indi baş verdi. Tural və Fəxrəddin üçün sual səslənəcək indi. İyonlaşdırıcının təsiri Fəxrəddin. Cavab. Azalar. Vaxt da bitdi. Azalar da dediniz. Azalar düzgün cavab deyil. İndi deyəcəm niyə. İyonlaşdırıcının təsiri kəsildikdə elektronlar və müsbət iyonların birləşməsi necə adlanır? Rekombinasiya. Cavab belə olmalıydı. Bu dəfə Fəxrəddin cavab verə bilməyəcək suala. Hüseyin və Tural oyundadır. Bəlkə biraz tələsməyək düyməni basmağa. Biraz bəlkə səbr eləyək və sualı dinləyək. Sual səslənir. Klep adlanan ləvazimatdan tenisdə yoxsa golfda istifadə olunur? Hüseyin? Golf. Bəli, golf. Tamamilə doğrudur. Hüseyin gəldi, çatdı Turala. Cəmi bir addım ayırır onları Fəxrəddindən. Çox həyəcanlı oyun gedir, çox. Növbəti sual səslənir. Ninja tspalarının hansını qısa olaraq Don və ya Donni adlandırırdılar? Hüseyin? Donatello. Bəli, Donatello. Hüseyin gəldi, çatdı Fəxrəddinə. Görək, növbəti sualı kim götürdü, belə deyək, kim düzgün cavabı verəcək? Fəxrəddin yoxsa Hüseyin, yəni qalib kim olacaq? Bəlkə də Tural cavab verdi. Sual səslənir. Rəvayətə görə Newtonun yoxsa Tesla'nın Tural buyurun. Newton. Newton'u dediniz. Bəli, tamamilə doğrudur. Fantastik oyun. İnanılmaz oyun. Düzdür, Əlaçın tarixində olub belə ki, misal üçün yavaş-yavaş bal toplaya gəlib çatıblar. Amma mənə gəlir ki, bu vəziyyət hələ indiyənə kimi olmamışdı. Yəni, sanki mən özüm də düşünürdüm ki, 100% Fəxrəddin çox belə tezliklə götürəcək qələbəni. Amma görürsünüz necə Tural Hüseyin gəlib çatdılar. Beləliklə, ümid edirəm, növbəti sual nəhayət ki, sonuncu olacaq. Sual səslənir. Martin Eden romanının müəllifi Fəxrəddin? Nə? Fəxrəddin cavab? Pas. Vaxt bitdi. Pas da, onsuz da cavabı da bilmirdiniz. Siz sadəcə düyməni bastınız və vaxt qazanmaq istədiniz. Amma əsərin adı da sizə heç tanış gəlmədi. Biraz səbr eləsəydiniz, iki variantdan birini seçə bilərdiniz. Martin Eden romanının müəllifi Jack London'dur, yoxsa Walter Scott? Və təbii ki, bu Jack London'dur. Beləliklə, Fəxrəddin emosiyalar imkan vermədi sizə və siz əməlli başlı rəqibləriniz üçün şans yaratdınız ki, onlar qələbə qazansınlar. Amma yenə də bilmək olmaz. Gəlin gözləyək. Beləliklə, Tural və Hüseyin üçün sual səslənir indi. Qədim Yunan mifologiyasında yarı insan, yarı at olan canlılar necə adlanırdı? Fəxrəddin necə sevinir? Vaxt bitdi. İnanılmaz oyun gedir. Vaxt bitdi. Düzgün cavab dostlar Kentavr'dır. Kentavr yadınıza düşmür. Oxumamısı. Hətta Harry Potter'da da var idi Kentavrlar. Yadınızdadır? Bəli. Və beləliklə Fəxrəddin qayıdır oyuna. Ham oyundadır. Tural İbişli, Ağsu məktəblisi. Fəxrəddin Civişov, Qazaq məktəblisi. Hüseyin Hüseynov, Zərdab məktəblisi. Eyni vəziyyət hamıda və sual səslənir. Abdullah Axund Mustafa oğlu Talıbzadəni biz Fəxrəddin Mirzə Fətəli Axundzadə. Çox xoşsuz. Çox
xoşsunuz, emosionalsınız. Çox istəyirəm belə uşaqları, belə gəncləri. Amma Abdullah Axund Mustafa oğlu Talıbzadəni biz hansı adla tanıyırıq? Sualı düzgün başa düşdünüz.